Mən dediyim sözdür də getdi, yox, getmədi. O söz insana təsir edir. Qəlbində olan imanı azaldır. Ona görə insanın ümumiyyətlə zülmü, haqsızlığı, hamısı imanın, hidayətin azalmasına səbəbdir. Allah Teala buyurur, "Vallahu la yahdil qavmez zalimin." Allah Teala zalim qövmləri hidayət etməz. Deməli bu nə deməkdir? İnsanın zülmünə və zülmünün miqdarına görə onun hidayətindən alınır. Deməli, sənin kiməsə böhtan atmağın, kiminsə qeybətini etməyin, nəmmamlıq etməyin və söyüş, təhqir, lənət, bu zülümlər boşa getmir. İnsan bunu artırdıqca onun imanından alınır və hidayətindən alınır. Hidayət də nədir? Hidayət, insanın haqqı haqq olaraq görməsi, haqqa müvəffəq olmasıdır. Batili batil kimi görüb batildən çəkinməsidir. Deməli, əgər insan hidayəti alınıbsa, görə bilmir. Deyirsən ki, bu yaxşı əməldir, yox, pis əməldir. Deyirsən ki, bu pisdir, bu fitnədir. Deyir, yox, bu yaxşı bir şeydir. Deməli, nəyə görədir bu? Yəni, insan qəlbindən hidayət alındığı üçün haqqı, batil haqq görür. İnsan ona görə, yəni haqq üzərində sabit qalması üçün danışma hamı danışa bilər. Böhtanlar ata bilər və digər sözlər. Amma insan imanının qorunması üçün bu şeylərdən keçməlidir. Ona görə Süfyan Səvr Rahiməllahdan gəlir ki, sənə pislik edən insana verdiyin ən böyük cəza hansıdır? Yaxşılıq etmək. Orada bir ifadə var, çox gözəl ifadə. Ərəbcə çox gözəl çıxır. Bəlkə də tərcümə o mənanı itirir, amma çalışarıq. Deyir ki, sənə pislik edən insana verdiyin ən böyük cəza onun haqqında Allahdan qorxmağındır. Ya o insan ki, sənin haqqında Allahdan qorxmur, sənindir onun haqqında Allahdan qorxmağın ona verdiyin ən böyük cəza sayılır. Mənə gəlizdir ki, deyir ki, ona görə tərcümə itirir. Deyir, ərəbcə yaxşıdır. Əlləzi lə yəttəqilləhə fikə aleykə ən təttəqiyyəlləhə fihi. O kəs ki, sənin haqqında Allahdan qorxmur. Nə gəldi danışır. Böhtanlar, yalanlar, ittihamlar və sənin deyir, onun verdiyi ən böyük cəza nədir? Sənin onun haqqında Allahdan qorxmağındır. Çatdım indi? Yəni ondan qorxaraq yox, Allahdan qorxaraq artıq danışıqdan uzaq olmağındır. Sən bilməlisən ki, kiminsə sənin, necə ki, Səadi Rahiməllah buyurur, kiminsə sənin haqqında danışdıqları sənə heç bir zərər yoxdur. Əgər sən narahat olursansa, demək, səndə problem var. Onda öyle çıxır ki, sənin etdiyin əməllər Allah üçün yox, kiməsə görədir. Deməli, insanların sənin haqqında danışdıqlarının sənə heç bir zərəri yoxdur, nə qədər ki, sən qarşılıq vermirsən. Qarşılıq verəndən sonra bil ki, indi əsl müsibət budur. Çatır? Və ona görə insanın bunu bilməsi və düzgün şəkildə davranması salamat qalmasına səbəbdir. Ucalmasına səbəbdir. Çünki artıq danışıq istər-istəməz insanı zülmə aparır. Hara aparır? Zülmə. Məsələn, İbn Teymiyyə Rahiməhullah nə buyurur ki, məzlum insan, hansı ki, haqqında danışılır, böhtanlar və yaxud da digər hərəkətlər və insan cavab verəndə çox vaxt o həddi çərçivəni qoruya bilmir. Və aşır. Aşdığı zaman nə olur? Zalim olur. Deyir, hansı daha yaxşıdır? Hansı daha yaxşıdır? Məzlum olub Allahın yardımını gözləmək, yoxsa zalim olub Allahın cəzasını gözləmək.
Məsələn, biri sənə deyir ki, sən azmışsan və yaxud da dəlisən. Sən deyirsən ki, sən həm dəlisən, həm azmışsan. O sənə tək dəli demişdi, sən başqa bir söz dedin. Tək dəli desən, bu icazəlidir. Deməsən daha yaxşı. Üstəlik dediyin söz, azmış və yaxud da maşenlik, nə olur? Zülm olur. Dediyindən artıq dedin də. Əvvəl məzlum uydun, indi kimə çevrildin? Zalıma çevrildin. Hansı daha yaxşıdır deyir? Məzlum olub Allahın yardımını gözləmək, yoxsa zalıma çevrilib Allahın cəzasını gözləmək. Ona görə bu mənalar mühümdür. İnsan yəni hər tərəfdə, hər bir sahədə yəni qarşılaşa bilir. Ona görə insan hər şeydən keçməli, yəni dininin qorunmasının üçün çalışmalıdır. Dinini verməməlidir. Yəni din onun üçün hər şeydən yəni uca olmalıdır, dəyərli olmalıdır. Amma bəzən necə olur? Bəzən görürsən ki, yəni biz başqa şeyləri əldə etmək üçün yəni istəyirik ki, dinimizi verək. Yəni insanlar danışmasın, insanlar xor pis baxmasın deyə yəni dinimizdən veririk. Amma əksinə insan Rəbbini razı salmağa çalışmalıdır. Və o vaxtı biri gəlir, Peyğəmbər s.ə.v yanında deyir ki, İnnə həmdi zeynun və dəmmi şeynun. Deyir, mənim tərifim bir bəzəkdir. Mən kimi tərifləyirəmsə, mənim təriflədiyim insan ucalır, irəli gedir. Mənim pislədiyim insan isə alçalır. Və bunu eşidəndə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Zəkallahu əzzə və cəldir, o Allah Teala'dır. Yəni Allah Teala'nın təriflədiyi ucalır, Allah Teala'nın pislədiyi alçalır. Yəni insan kiminsə sözünə görə ucalmır da alçalmır. Bu Allah Teala'nın tərifinə və yaxud məzəmmətinə görədir. Və bunu biləndən sonra insan hara çalışmalıdır? Tək olanı razı salmağa, onun qınağından qaçmağa. Amma çox vaxtda problemlər, insanlar bildiyi halda, haqqı bildiyi halda nə olur? Deyir ki, bilirəm, amma el-oba nə deyər? Cəmaat nə deyər? Amma demir ki, Rəbbim nə deyər? Və bildiyi halda haqqı tərk etməsinə və yaxud da dində olmayan bir şeyləri gətirməsinə səbəb olur. El-oba nə deyər? İctimai qınaq, cəmaat nə deyər? Qohumlar nə deyər? Və budur problem. İnsan Rəbbinə yönələrsə, inşallah problemlərin yəni çoxusu həll olur, aradan qalxır. Ona görə insan bunu davamlı şəkildə öyrənərək çalışmalı və çalışdıqca da əvvəl çətin olan şeylər asanlaşacaq. Çünki Allah Teala buyurur ki, "Vellezine cahadu fina ve nehdiyannahum subulana." O kəslər ki, bizim yolumuzda çalışar və biz onları yolumuza yönəldərik. Sələflər yəni özləri üçün qorxurlar. Hətta Ömər radiyallahu anh gəlir ki, əgər göydən bir səs gəlsə, deyilsə ki, hamı cənnətə girsin bir nəfərdən başqa. Elə bilərin ki, o bir nəfər mənim. Yəni, görün, nə dəhşətli bir şeylər var da. Yəni, məsələlər nə qədər ağırdır, şiddətlidir. Çünki onlar, nəyə görə deyir, onların qorxusu var? Çünki deyir, onlar Allahı tanıyırdılar. Və özlərini tanıyırdılar. Çünki insanın Allah barəsində elmi artdıqca və özünü tanıdıqca qorxusu artır. Amma nə vaxt ki, insan Allahı tanımır və özünü tanımır və görsən onda insan danışığına fikir vermir, verdiyi hökümlərə fikir vermir. Və bu insanın cahilliyinə dəlalət edir. Allah qorusun. Ona görə ayədə Allah Teala buyurur: "Vellezine yutuna ma atav ve qulubuhum vacil." O kəslər ki, onlardan tələb olunan yerinə yetirər, əməl edər və yenə qəlbləri qorxu içərisində olar. Və aşırıdan soruşur, ya Rasulullah, nə üçün onlar qorxur? İçki içdiklərinə görə, zina etdiklərini, oğurluq etdiklərini görəm ki, xeyr esidinizi. Onlar o kəslər namaz qılır, oruç tutur və sədəqə verir və bununla yanaşı əməllərinin qəbul olunmamasından qorxurlar. Görün, yəni həm əməllər yaxşı yerinə yenə qorxu və budur müminin sifəti. Və ki, həmçin gəlir ki, nəyə görə qorxur? Çünki onlar qorxurdular ki, o əməllər, baxmayaraq nə qədər yaxşı yerinə yetirib, yəni qiyamət günü Allaha ərz olunduğu zaman o əməllər onları xilas etməyə bilər. Yəni insan bunları bilirsə ki, kimin belə əməli tam, namazı tam şəkildədir və ya digər əməlləri, fikri bütöv namaza yönəldərək namazını qılır. Nəyə arxayındır?
Nəyə arxayınlıq, yəni sözü necə gəldi? Böhtanlar atır, yaxud da təkfir olsun və yaxud da hizb